Berlin fand eine Tagung der zum Kampf gegen den Bolschewismus angetretenen aserbaycanischen Freiwilligen statt. Rəsulzadə bütün ömrüm boyunca şərq dünyasında rastlaşmadığım, fövqəladə nadir insanlardan biri idi. Böylələrinə zamanımızda hələ bizim tərəflərdə rastlaşmaq imkansız olduğu kimi, bütün dünyada da rastlanmaz. Seyid Həsən Tağzadə, İran parlamentinin sabiq sədri. Azərbaycanın Milli İstiqlal Mübarizəsi tarixində Məhəmməd Əmin Rəsulzadənin özünə məxsus yeri vardır. Azərbaycanın görkəmli dövlət xadimi olan, Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu olan Məhəmməd Əmin Rəsulzadə 1884-cü ildə yanvar ayının 31-də Bakının Novxanı kəndində anadan olub. Bu ev, bu həyət Novxanıda yerləşir və Novxanın çox tarixi bir məkanı sayılır. Çünki bu evdə, bu həyatda Azərbaycanın görkəmli dövlət xadimi, ilk Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə doğulub, boya-başa çatıb. Hacı Axund Ələkbərin həyəti, evi olunan bu yerdə Məhəmməd Əmin Rəsulzadə ilk dəfə olaraq burada ilk dünya görüşünə sahib olub, ərəb dilini, fars dilini öyrənib, Quranı oxuyub və Hacı Axunddan ilk təhsilini və təlim və tərbiyəsini alıb. İndi bu yerdə Novxanının uşaq bağçası yerləşir və Rəsulzadənin adını daşıyan yalnız bir lövhə bu evin girəcəyində asılıb. İlk təhsilini Rus-Tatar məktəbində aldıqdan sonra Bakı Texniki məktəbində də oxumuşdur. Və burada oxuduğu illərdə Məhəmməd Əmin Rəsulzadə siyasi həyata atılmışdır. Və 18-19 yaşlarında ilk dəfə olaraq özünün Müsəlman Gənclik Təşkilatını yaratmışdır. Qeyd etmək istəyirəm ki, Rəsulzadənin yaratdığı Müsəlman Gənclik Təşkilatı o dövrdə gənclər arasında ən nüfuzlu qurumlardan biri idi. Məhz bu illərdə Rəsulzadə o dövrdə Bakıda fəaliyyət göstərən Rusiya Sosial Demokrat Fəhlə Partiyasının fəalları ilə və 1904-cü ilin iyun ayından Bakıya gələn Stalinlə yaxından tanış olur. Rəsulzadə sonradan özünün İxtilal Xatirələri adlı kitabında yazırdı ki, bizi ilk dəfə olaraq Stalinlə tanış edən mənim əmim oğlu Məhəmməd Əli Rəsuloğlu oldu. Və həmin vaxtdan başlayaraq biz birlikdə mücadilə apardıq. Təbiidir ki, Stalinlə onların yaxınlığı, onların münasibətləri uzun sürmədi. Çünki bir qədər sonra bolşeviklərin irəli sürdüyü ideya və fikirlər, onların apardığı mübarizə formaları Məhəmməd Əmin Rəsulzadəni qətiyyən razı salmırdı. Odur ki, bir qədər sonra Rəsulzadə əvvəllər əməkdaşlıq etdiyi sosial demokratlardan və onların nəzarətində olan Hümmət Sosial Təşkilatı, Sosialist Demokrat Təşkilatından tamamilə uzaqlaşdı. Bura Novxanının ən qədim məscididir. Baxmayaraq ki, indi daha çox uçulub, dağılıb və bu görüntüdədir. Amma buranın çox böyük tarixi var. Amma bu tarixin ən böyük tarixi əhəmiyyəti həm də ondan ibarətdir ki, birincisi bu məsciddə Məhəmməd Əmin Rəsulzadənin atası Axund Molla Ələkbər buranın baş axundu olub. Təbiidir ki, bu məscid tarixi bir məsciddir. Yəni 400 ilə yaxın bu məscidin yaşı olsa da, amma bu məscidin ən maraqlı məqamlarından biri ondan ibarətdir ki, məhz bu məsciddə Məhəmməd Əmin Rəsulzadə 20-ci əsrin ən böyük titanı olan, ən böyük şəxsiyyətlərindən biri olan Yosif Vissarionoviç Stalini burada gizlədib. Rəsulzadə ilə Stalin vaxtı ilə yaxın dost olublar. Amma sonradan onların yolları ayrılıb. Rəsulzadə milli demokratik istiqamətə yönələn bir xət götürüb, Stalin isə Bolşevik partiya sıralarında qalıb və orada fəaliyyət göstərib. Bu
illərdə biz Məhəmməd Əmin Rəsulzadənin ən çox mətbuat sahəsində fəaliyyət göstərən bir şəxsiyyət kimi görürük. İlk dəfə olaraq 1903-cü ildə Məhəmməd Əmin Rəsulzadə Şərq Rus qəzetində özünün ilk yazısını, Bakıdan məktub yazısını çap etdirir. Qeyd etmək istəyirəm ki, Azərbaycan mətbuatı tarixində çox önəmli rol oynayan Şərq Rus qəzeti 1903-cü ildə Tiflisdə nəşr edilirdi. Bir qədər keçəndən sonra biz Məhəmməd Əmin Rəsulzadəni digər bir mətbuat orqanında çalışan görürük, İrşad qəzetində. Qeyd edim ki, İrşad qəzetini Azərbaycanın görkəmli mütəfəkkiri və ziyalısı olan Əhməd bəy Ağaoğlu nəşr edirdi. 1905-ci ilin dekabr ayının 17-sindən nəşr edilməyə başlayan İrşad qəzeti Azərbaycan mətbuat tarixində çox böyük rol oynadı. Rəsulzadənin mətbu fəaliyyətinin ən mühüm dövrlərindən biri Tərəqqi qəzeti ilə bağlıdır. Tərəqqi qəzetində çalışdığı illərdə Rəsulzadə 1908-ci ilin sonlarında həm Çar Rusiyası tərəfindən təqib olunduğuna görə, həm də İranda gedən prosesləri daha yaxından izləməyinə görə Rəsulzadə Tərəqqi qəzetinin xüsusi müxbiri kimi İrana gedir və 1909-cu ilin fevral ayından başlayaraq Rəsulzadə Tərəqqi qəzetinə İrandan İran məktubları başlıqlı silsilə yazılarını göndərir. Qeyd etmək istəyirəm ki, Rəsulzadənin İrandakı fəaliyyəti yalnız onun Tərəqqi qəzetinə göndərdiyi məktublardan ibarət deyildi. Qısa bir müddət ərzində Məhəmməd Əmin Rəsulzadə İranın ictimai-siyasi həyatına daxil olur və İranda genişlənən Səttarxan hərəkatına yaxından bələdçilik edir, Səttarxanla görüşür, onun haqqında sonradan özünün xatirə yazılarını da yazır. Eyni zamanda İranda olduğu müddətdə Məhəmməd Əmin Rəsulzadə iki mühüm bir iş görür ki, bunları biz mütləq qeyd etməliyik. Birincisi, 1909-cu ildə, avqust ayının 23-də Məhəmməd Əmin Rəsulzadə İranda Avropa tipli yeni bir qəzeti, İran-ı Nov, yəni Yeni İran qəzetini nəşr edir. Qeyd etmək istəyirəm ki, bugünün özündə də İran mətbuat tədqiqatçıları İran mətbuatından yazanda birinci növbədə Məhəmməd Əmin Rəsulzadənin İranda nəşr etdirdiyi yeni tipli İran-ı Nov qəzeti haqqında danışırlar və qeyd edirlər ki, bu İran mətbuat tarixində çox böyük bir hadisə oldu. Qeyd etmək istəyirəm ki, bu illərdə Məhəmməd Əmin Rəsulzadə İran Demokrat Partiyasının fəallarından birinə çevrilir və yaxın dostu, İran parlamentinin sədri olmuş, İranın Londonda böyük elçisi vəzifəsində çalışmış Seyid Həsən Taqızadə ilə birlikdə İran Demokrat Partiyasının qurucularından birinə çevrilir. 1911-ci ildə Çar Rusiyasının tələbi üzərinə Məhəmməd Əmin Rəsulzadə İranı tərk etmək məcburiyyətində qalır və Türkiyəyə, İstanbul şəhərinə gəlir. Qeyd etmək istəyirəm ki, bu illərdə İstanbulda Türk dünyasının ən nəhəng fikir adamları yığışmışdı. Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Zəki Vəlidi Toğan, Ziya Göyalp və digər şəxsiyyətlərlə birlikdə Məhəmməd Əmin Rəsulzadə Türk ocaqlarında çalışır və Türk Yurdu jurnalında, o cümlədən Səbilur Rəşad məcmuəsində o dövr üçün çox maraqlı olan bir əsərini, İran türkləri əsərini çap etdirir. Ümumiyyətlə, Türk mühitinin, Türkiyə mühitinin Məhəmməd Əmin Rəsulzadəyə təsirini sonradan özü xatirələrində belə yazırdı. Mərhum Ziya Göyalpın Türk Yurdunda nəşr olunan Türkləşmək, İslamlaşmaq və müasirləşmək məqalələri məni vəcdə gətirdi. Bakıya getdim. Mətbuat dil məsələsi ilə məşğul idi. Bu məsələdə Ziya nəzəriyyəsini müdafiə etməyə başladım. Türkçülüyü təbliğ üçün müharibə ərəfəsində çıxarmağa başladığımız Açıq Söz qəzetinə Ziyanın sözlərini bir şüar götürdük. Daha sonra Ziyanın son zamanlarda Türk millətindənəm, İslam ümmətindənəm, Qərb mədəniyyətindənəm şəklində dediyi bu şüar türkçülük, xalqçılıq vəzifələri üzərində təşəkkül edən Milliyyətpərvər Müsavat firqəsinin proqram müqəddiməsində yer tapdı. Qeyd etmək istəyirəm ki, 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi münasibəti ilə verilən əfv-i ümumidən sonra Məhəmməd Əmin Rəsulzadə Bakıya qayıtdı və yenidən Bakıda fəaliyyət göstərməyə başladı. Bu illərdə Azərbaycanda nəşr edilən bir sıra qəzetlərdə və jurnallarda, İqbal qəzetində, Şəlalə jurnalında, Dirilik jurnalında Rəsulzadənin çoxlu sayda yazıları çap edilməyə başladı. Hansı yazılarıdır bu yazılar? Hansı problemləri Rəsulzadə bu jurnallarda və bu qəzetdə çap etdirdiyi məqalələrində göstərirdi? Bu dövr üçün ən xarakterik olan mübahisəli məsələ dil məsələsi idi. Osmanlı dilini müdafiə edənlərlə Türk ləhcəsini müdafiə edənlər arasında gedən mübarizədə Rəsulzadə özünün fikirlərini ortalığa qoyurdu və Şəlalə jurnalında nəşr etdirdiyi
Dil ictimai bir amildir məqaləsində Azərbaycan ədəbi dilinin, ümumiyyətlə dilin varlığı haqqında çox maraqlı fikirlər irəli sürülürdü. Qeyd etmək istəyirəm ki, bu illərdə Məhəmməd Əmin Rəsulzadənin irəli sürdüyü bu fikirlər içərisində, bu ideyalar içərisində ən maraqlı olanı milli şuur, milli dirilik, milli vicdan, milli birlik və milli vəhdət məsələləri idi. Milli dirilik nədir? Başlıqlı yazılarında Məhəmməd Əmin Rəsulzadə o zaman Diriliş jurnalında nəşr edilən yazılarında bu məsələlərə aydınlıq gətirirdi. 1914-cü ilin sentyabr ayından nəşr edilməyə başlayan Diriliş jurnalında Məhəmməd Əmin Rəsulzadənin seriya yazıları çap edilməyə başladı. Və qeyd etmək istəyirəm ki, bu ilk dəfə idi ki, Azərbaycan ictimai-siyasi fikir tarixində milli şuur məsələsini, milli dirilik məsələsini, ümumiyyətlə isə istiqlal məsələsini Rəsulzadə ilk dəfə olaraq ortalığa qoyurdu. Və yazırdı ki, hər bir xalqın sosial tərəqqiyə nail olması mütləq lazımdır. Sosial tərəqqi maddi tərəqqidən və mənəvi tərəqqidən ibarətdir. Rəsulzadə yazırdı ki, maddi tərəqqi cəhətdən inkişaf edib, mənəvi tərəqqi baxımından geri qalmaqla millətin inkişafına nail olmaq olmaz. Bunun üçün mütləq mənəvi tərəqqiyə nail olmaq lazımdır. Və mənəvi tərəqqiyə nail olarkən milli şuura sahib olmaq lazımdır. Milli şuura sahib olmadan milli dövlət qurmaq mümkün deyildir. Rəsulzadənin bu yanaşması, milli dirilik nədir fəlsəfəsi, qeyd etmək istəyirəm ki, bugün də ciddi şəkildə öyrənilməkdədir. Əslində Rəsulzadə bu yazıları ilə milli dirçəlişin bütöv bir konsepsiyasını işləyib hazırladı və göstərdi ki, milliyyəti təşkil edən əlamətlər yalnız din əlaməti ola bilməz. Milliyyəti təşkil edən əlamətlər dil birliyidir, din birliyidir, adət-ənənə birliyidir, tarix birliyidir və mədəniyyət birliyidir. Məhəmməd Əmin Rəsulzadə milli dirilik əsərində çox maraqlı məqamlara toxunaraq yazırdı. Milli vicdan ilə imanın nə surətdə hasil olacağından bəhs bu nömrəyə vəd edəmişdik. Milli vicdan və yaxud milli iman milli dirilikdəki əməl və arzunun mövcudiyyətindən və onun surəti hiss və bəyanından hasil olur. Hər millət deyil, hətta bir şəxsin özünə görə bir əməl vardır. Qeyd etmək istəyirəm ki, Məhəmməd Əmin Rəsulzadənin bu illərdəki fəaliyyətində ən mühüm bir dövr Açıq Söz qəzeti ilə bağlıdır. 1915-ci ildə oktyabr ayının 2-sində Bakı şəhərində nəşr edilməyə başlayan Açıq Söz qəzeti Azərbaycan mətbuat tarixinin parlaq bir səhifəsini təşkil edir. Çünki bu qəzetdə Məhəmməd Əmin Rəsulzadə əslində özünün istiqlal məfkurəsini ortalığa qoydu. Açıq Söz qəzetini nəşr etməklə həm də Azərbaycanda o dövrdə fəaliyyət göstərən Müsavat Partiyasının proqramını təbliğ etməyə başladı. Qeyd etmək istəyirəm ki, həm də Açıq Söz qəzeti Azərbaycan mətbuat tarixində ilk dəfə olaraq Azərbaycan ədəbi türkçəsində nəşr edilən bir qəzetidir. Bu baxımdan Açıq Söz qəzetinin Azərbaycan mətbuat tarixində rolu olduqca böyük idi. Qeyd etmək istəyirəm ki, Rəsulzadənin proqram xarakterli Açıq Söz qəzetində nəşr edilən Tutacağımız Yol məqaləsi olduqca aktual və əhəmiyyətli idi. Qeyd etmək istəyirəm ki, Məhəmməd Əmin Rəsulzadənin Açıq Söz qəzetində çap edilən ən dəyərli yazılarından biri Cümhuriyyət məqaləsidir. Rəsulzadə bu məqaləsində yazırdı ki, bizə necə cümhuriyyət lazımdır? Bizə cümhuriyyəti ənam lazımdır, yoxsa bizə cümhuriyyəti xas lazımdır? Yəni bizə imtiyazlı adamların dövləti lazımdır, yoxsa bizə bütün xalqın dövləti və cümhuriyyəti lazımdır? Rəsulzadə yazırdı ki, xeyr, bizə bütün xalqın cümhuriyyəti lazımdır. Mən bu yazının və məqalənin üzərində ona görə xüsusi dayanmaq istəyirəm ki, məhz 1918-ci ildə, may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulanda biz o dövlətin adını Azərbaycan Xalq Cümhuriyyəti qoyduq. Həmin adı ilk dəfə olaraq Rəsulzadə 1917-ci ildə Açıq Söz qəzetində işlətmişdir. Ümumiyyətlə isə bu dövrdə Rusiyada baş verən fevral burja inqilabından sonra Rəsulzadənin də siyasi fəaliyyətində xüsusi bir dönüş dövrü başlayır. Qeyd etmək istəyirəm ki, bu il, yəni 1917-ci ildə aprel ayının 15-dən 20-sinə qədər Bakı şəhərində keçirilən Qafqaz müsəlmanları qurultayında Məhəmməd Əmin Rəsulzadə tarixi bir fikir, ideya irəli sürür və qeyd edir ki, Rusiya ərazisində yaşayan bütün xalqlara ərazi muxtariyyəti verilməlidir.
Bura Azərbaycanın ən gözəl və tarixi binalarından biridir. Bu binanı məşhur Bakı milyonçusu Musa Ağayev tikdirib. Bu binada 1918-ci ilə qədər Azərbaycanın bütün ictimai-siyasi təşkilatları burada yerləşirdi və burada müxtəlif tədbirlər keçirdirdilər. İndi haqqında danışacağımız Qafqaz müsəlmanları qurultayı da məhz bu binada keçirildi və bu binada keçirilən həmin qurultayda Məhəmməd Əmin Rəsulzadə Azərbaycan xalqı üçün çox önəmli olan bir fikir, bir ideya irəli sürdü. Bura İsmailiyyə binasının böyük toplantı zalıdır. Məhz burada 1917-ci ilin aprel ayının 15-dən 20-sinə qədər Qafqaz müsəlmanlarının qurultayı keçirildi. Və bu qurultayda ilk dəfə olaraq bütün Rusiyada yaşayan və Qafqazda yaşayan müsəlmanların böyük bir hissəsi toplaşdılar və öz gələcəkləri üçün siyasi baxımdan çox önəmli bir qərar qəbul etdilər. Həmin bu önəmli fikri Məhəmməd Əmin Rəsulzadə məhz bu kürsüdən səsləndirdi. Qeyd etdi ki, Qafqazda yaşayan müsəlmanlara ərazi muxtariyyəti verilməlidir. Qeyd etmək istəyirəm ki, ərazi muxtariyyəti ideyası ilə çıxış edən Məhəmməd Əmin Rəsulzadənin bu fikrini böyük alqışlarla qarşıladılar və onun bu irəli sürdüyü ideya bir qədər sonra həmin ilin may ayında, 1917-ci ilin may ayında Rusiyada keçirilən müsəlmanların qurultayında böyük bir alqışlarla yenə qarşılandı və böyük bir dəstək qazandı. İlk dəfə idi ki, mədəni muxtariyyət uğrunda mübarizə aparan bir xalq bugündən etibarən artıq öz ərazi muxtariyyəti uğrunda mübarizəyə başlayırdı və bu fikrin də müəllifi Məhəmməd Əmin Rəsulzadə idi. Rəsulzadənin həmin qurultayda irəli sürdüyü həmin fikri mən oxumaq istəyirəm. Rusiyanın idarə forması demokratik respublika olmalıdır. Yer kürəsinin 6'da 1'ini tutan və Kamçatkadan Qara Dənizə qədər və Arxangelskdən İranla sərhədə qədər uzanıb 170 milyon əhalisi olan çoxmillətli bir dövlət bir mərkəzdən idarə oluna bilməz. Ona görə də Rusiya dövlətinin idarə forması federasiya olmalıdır. 1917-ci ildə baş verən ən mühüm hadisələrdən birisi Nəsib bəy Yusufbəylinin Gəncədə yaratdığı Türk Ədəmi Mərkəziyyət Partiyası ilə Məhəmməd Əmin Rəsulzadənin Bakıda yaratdığı Müsavat Partiyasının birləşməsi oldu. Bu partiya 1911-ci ildə Bakıda yaradılmışdı. Yəni Məhəmməd Əmin Rəsulzadə hələ Türkiyədə olarkən onun ən yaxın dostları olan Məhəmməd Əli Rəsuloğlu, Tağın Ağoğlu və Abbasqulu Kazımzadə Müsavat Partiyasının əsasını qoymuşdular. Lakin Məhəmməd Əli Rəsuloğlu öz xatirələrində yazır ki, biz həmişə Rəsulzadədən Türkiyədən məktublar alırdıq ki, necə bir milli bir partiya quraq. Əslində biz bu partiyanı Rəsulzadənin göstərişləri əsasında qurduq. Odur ki, Məhəmməd Əmin Rəsulzadə Müsavat Partiyasının yaradıcısı və qurucusudur. İlk fəaliyyətində İslami xarakterli, İslami ideyalara üstünlük verən Müsavat Partiyası 1913-cü ildə Məhəmməd Əmin Rəsulzadə Bakıya qayıtdıqdan sonra türkçü bir partiya kimi görünməyə başlayır. Qeyd etmək istəyirəm ki, Müsavat Partiyasının məhz bu illərdəki fəaliyyəti nəticəsində Azərbaycanda bir sıra problemlərin qarşısı alındı. 1917-ci ilin iyun ayında Məhəmməd Əmin Rəsulzadənin başçılıq etdiyi Müsavat Partiyası ilə Nəsib bəy Yusufbəylinin başçılıq etdiyi Türk Ədəmi Mərkəziyyət Partiyası birləşdi. Bu birləşmiş partiyaların Azərbaycanın gələcək taleyinin həll olunması baxımından fəaliyyəti çox önəmli idi. Ona görə ki, məhz bir qədər sonra Azərbaycan istiqlalını elan edən və onu reallaşdıran bu iki birləşmiş partiya
ümumilikdə isə Müsavat Partiyası oldu. 1918-ci ilin may ayının 28-də Azərbaycan istiqlalı elan edildi. Qeyd etmək istəyirəm ki, Azərbaycan istiqlalı elan edilməmişdən bir gün əvvəl Azərbaycan Milli Şurası yaradıldı və Azərbaycan Milli Şurasının sədri vəzifəsinə Məhəmməd Əmin Rəsulzadə seçildi və Azərbaycan istiqlalını da elan edən Azərbaycan Milli Şurası oldu. Məhz həmin dövrdə Məhəmməd Əmin Rəsulzadə Batumda Osmanlı İmperatorluğunun təmsilçiləri ilə, Ədliyyə Naziri Xəlil Paşa ilə birlikdə çox mühüm olan Azərbaycan xalqı üçün onun taleyində çox mühüm rol oynayacaq bir sənədi imzaladılar. Həmin sənədin 4-cü maddəsinə əsasən qeyd olunurdu ki, Azərbaycan xalqı istənilən zamanda Türkiyə dövlətindən hərbi yardım istəmək hüququna malikdir. Məhz bu sənəddə, bu maddədə göstərilən bu fikrə əsasən biz Osmanlı ordusunu Azərbaycana yardıma dəvət etdik. Qısa bir zaman müddətində o zaman Gəncədə olan Nuru Paşa Osmanlı dövlətinin razılığını tam şəkildə aldıqdan sonra Bakıya doğru hücuma başladı. O zaman Bakı şəhəri ermənilərin, daşnaqların və digər tör-töküntülərin əsarətində idi. Bakını azad etmək Azərbaycan Xalq Cumhuriyyətinin qurucuları qarşısında duran ən mühüm vəzifələrdən biri idi. Həmin dövrdə Məhəmməd Əmin Rəsulzadə İstanbulda idi. İstanbulda Avropa dövlətlərinin konfransı keçirilirdi. Məhəmməd Əmin Rəsulzadə burada bu dövlətlərin təmsilçiləri ilə çox ciddi danışıqlar aparırdı. Məhz Rəsulzadənin İstanbulda apardığı danışıqlar Osmanlı dövlətinin rəhbərlərini inandırdı və qısa bir zaman müddətində Osmanlı dövləti Azərbaycana çox ciddi bir hərbi yardım göstərdi. Rəsulzadə qeyd edirdi ki, Bakısız Azərbaycan başsız bədən kimidir. 1918-ci ilin dekabr ayının 7-sində Azərbaycan parlamentinin açılışı oldu. Azərbaycan parlamentinin açılışında ilk sözü Məhəmməd Əmin Rəsulzadə söylədi. Möhtərəm millət vəkilləri, Azərbaycan Milli Cumhuriyyətinin ilk parlamentosunu açmaq səadətinin, siz möhtərəm millət vəkillərini təbrik etmək şərəfinin öhdəmə düşməsi ilə iftixar edirəm. Əfəndilər, Rusiyada zühur edən böyük inqilab digər həqiqətlər arasında bir böyük həqiqəti də elan etmişdir. Bu həqiqət millətlərin hürriyyət və istiqlal haqları idi. Bəli, artıq Azərbaycan ideyası barədə firqələrimiz arasında fikir ixtilafı yoxdur. Azərbaycan fikri millətin şuurunda yerləşmişdir. Üç rəngli əziz bayrağımız hamımızı siyasətcə birləşdirir. Azərbaycan istiqlalını müdafiə etmək hamımız üçün ortaq bir proqramdır. Ona görə firqələr Azərbaycan ideyasını propaganda etməklə deyil, mövcud faktın siyasətən, hüquqən və xaricən müdafiəsi ilə məşğul olmalıdırlar. Bu binanı məşhur Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev tikdirib. Bura əvvəllər Qızlar Gimnaziyası olub. 1918-ci ilin dekabr ayında Azərbaycan parlamenti məhz bu binada fəaliyyət göstərib. Azərbaycanın görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadə məhz burada Azərbaycan parlamentinin toplantısında çox fəal iştirak edib və çoxlu sayda qanunların qəbul edilməsində yaxından iştirak edib. Məhz bugün bizim hamımız üçün çox əziz olan, çox doğma olan bir sözü də Məhəmməd Əmin Rəsulzadə məhz burada söyləmişdi. Bir kərə yüksələn bayraq bir daha enməz. Qeyd etmək istəyirəm ki, Azərbaycan parlamentinin fəaliyyət göstərdiyi 17 ay müddətində Məhəmməd Əmin Rəsulzadə parlamentin iclaslarında çox fəal iştirak etdi. 11 komissiyadan ibarət olan Azərbaycan parlamentində 2 komissiyada Rəsulzadə ayrıca fəaliyyət göstərirdi. 270-ə qədər qanun layihəsi bu parlamentdə müzakirəyə çıxarıldı və onlardan 230-u qəbul edildi. Bu qanunlar yalnız parlamentdə qəbul edilib, elə orada da qalmırdı. Bu qanunlar Azərbaycan xalqının həyatında özünü hiss etdirirdi. Qısa bir müddət ərzində Azərbaycan Xalq Cumhuriyyətinin mövcudluğu dövründə çox böyük işlər görüldü. Qısa bir müddət ərzində ordu yaradıldı, məktəblər milliləşdirildi. Qısa bir müddət ərzində Azərbaycanın sərvətləri xaricə satılıb və onun maliyyəsi Azərbaycan xalqının ehtiyacları üçün ödənildi və s. və s. Yəni, ən başlıcası Azərbaycanda demokratik bir cəmiyyət quruldu, demokratik bir cumhuriyyət quruldu və əslində Azərbaycan Xalq Cumhuriyyətinin mövcudluğunun
bunun ən böyük göstəricisi Azərbaycanda demokratik bir quruluşun yaranması idi. Və hər şeydən əvvəl bu demokratik quruluş Azərbaycanın ərazi bütövlüyünə əsaslanırdı. 114 min kvadrat kilometrlik bir ərazidə Azərbaycanın 3 rəngli bayrağı dalğalanırdı. Və bu bayrağın dalğalanmasında Məhəmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Əlimərdan bəy Topçubaşovun, Nəsib bəy Yusufbəylinin və digər onun əməl dostlarının çox böyük rolu və xidmətləri oldu. Və təbiidir ki, Azərbaycan Xalq Cumhuriyyətinin mövcudluğu haqqında danışarkən bir hadisəni də qeyd etməliyik. Bu da 1920-ci ilin yanvar ayının 11-də Azərbaycanın dünya dövlətləri tərəfindən tanınması idi. 23-ə yaxın dövlət Azərbaycanı müstəqil bir dövlət kimi tanıdı. Bu çox böyük bir hadisə idi və bu hadisənin reallaşması ilə Azərbaycan xalqı özünün mövcudluğunu, siyasi və demokratik dövlət qurmaq bacarığını bütün dünyaya nümayiş etdirdi. ...1920-ci ilin aprel ayının 27-sində Azərbaycan parlamentinin son toplantısı oldu. Həmin parlamentdə Rəsulzadə çox tarixi bir çıxış etdi. Əfəndilər, mütəcazir bir ultimatum qarşısında qalmışıq. Burada təslimdən bəhs edirlər. Fəqət, əfəndilər, təslim nə demək? Kimə tərk mövqe edirik vətənimizi? Bizə deyirlər ki, hüdudunuzu keçən ordunun başında Nicati adında bir komandan durmuşdur. Rusiyadan gələn bu mütəcaviz ordu təmin edir ki, həyat və məmulat mücadeləsində qalan Türkiyənin xilası üçün gedir. Yalandır. Gələn ordu Rus ordusudur. 1920-ci ildə Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra Rəsulzadə gizli fəaliyyət göstərmək məcburiyyətində qaldı. Bir qədər Lahıcda qaldı, sonra isə həbs edilib Bakıya gətirildi. Bakıda onun həbsdən azad edilməsində keçmiş mücadilə dostu Stalinin böyük rolu oldu. Təxminən 2 ilə qədər o Moskvada Stalinin yanında yaşadı. Lakin sonradan burada yaşamağın və fəaliyyət göstərməyin qeyri-mümkünlüyünü hiss edib, əvvəlcə Sankt-Peterburqa, Sankt-Peterburqdan Finlandiyaya, Finlandiyadan isə Türkiyəyə, İstanbul şəhərinə gəldi və burada artıq özünün mühacirət həyatını yaşamağa başladı. Qeyd etmək istəyirəm ki, Rəsulzadənin mühacirət həyatı bir gündə olsun Azərbaycandan kənarda təsəvvür edilə bilməz. 1922-ci ilin sonlarında, yəni Türkiyəyə gələn kimi Azərbaycanın şimdiki vəziyyəti və keyfiyyəti təşəkkülü, yəni Azərbaycan Respublikası adlı ilk kitabını yazdı və 1923-cü ilin sentyabr ayının 26-sından Yeni Qafqaziya jurnalını nəşr etməyə başladı. Əslində bu jurnalı nəşr etməklə o Azərbaycan mühacirət mətbuatının əsasını qoydu. Bir qədər sonra Azəri Türk jurnalı, bir qədər sonra Ordu Yurt jurnalı, bir qədər sonra Bildiriş qəzeti Rəsulzadə tərəfindən nəşr edildi və oxuculara çatdırıldı. Bu mətbuat orqanlarını nəşr etməklə Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın işğal edildiyini bütün dünya ictimaiyyətinə çatdırırdı və bütün dünyanı Azərbaycanın haqq işini müdafiə etməyə dəvət edirdi. Rəsulzadənin mühacirətdəki fəaliyyətinin digər bir sahəsini siyasi fəaliyyət təşkil edirdi. Yəni bu illərdə, 20-ci illərdə Məhəmməd Əmin Rəsulzadə Qafqaz İstiqlal Komitəsinin yaradılmasında, Prometey təşkilatının yaradılmasında və bütövlükdə Sovet hökumətinə qarşı ciddi bir mübarizənin təşkil edilməsində önəmli bir şəxsiyyətə, önəmli bir figura çevrilmişdi. Eyni zamanda bu illərdə o, yalnız Türkiyədə deyil, Polşa dövləti ilə, Almaniya dövləti ilə ciddi əlaqələr qurur və ümumi bir düşmənə qarşı, yəni Sovet rejiminə qarşı çox kəskin bir mübarizə aparırdı. Bu illərdə, 1926-cı ildə Prometey təşkilatının orqanı kimi çap edilən Prometey jurnalında Rəsulzadənin çoxlu sayda yazıları çap edilirdi. 1931-ci ildə Rusiya dövlətinin baskıları nəticəsində, Sovet dövlətinin təzyiqləri nəticəsində Rəsulzadə Türkiyəni tərk etmək məcburiyyətində qalır və onun üst tutub getdiyi Avropa ölkəsi Almaniya dövləti oldu. Bu illərdə Almaniyada Məhəmməd Əmin Rəsulzadə əvvəlcə İstiqlal qəzetini nəşr etməyə başlayır, 1934-cü ilin noyabr ayından isə Qurtuluş jurnalını nəşr edir. Qeyd etmək istəyirəm ki, Rəsulzadə məhz bu illərdə Polşa dövlətinin görkəmli siyasi xadimi olan
Marshal Pilsudski ilə də çox ciddi əlaqələr və təmaslar qurmuşdu. Məhz onun dəvəti üzərinə 1934-cü ilin sonlarında Rəsulzadə Polşaya gedir və Polşada siyasi fəaliyyət göstərməyə başlayır. O dövrdə Marshal Pilsudski bolşevizmə qarşı ümumi bir cəbhə yaratmışdı və həmin cəbhəyə keçmiş Çar Rusiyası məkanında yaşamış bütün xalqların mühacirləri dəvət edilmişdi. O cümlədən də Rəsulzadə. Qeyd edim ki, məhz Polşada olarkən Rəsulzadə özünün çox ciddi bir əsərini, yəni Polşa dilində, polyak dilində özünün çox tarixi bir əsərini Azərbaycan müstəqillik uğrunda mübarizədə kitabını nəşr etdirdi. Qeyd etmək istəyirəm ki, bu kitabın Avropa oxucularına çox böyük təsiri oldu. Azərbaycan həqiqətlərini anlaması, qəbul etməsi baxımından bu kitab Avropa oxucularına və Polşa oxucularına çox böyük təsir göstərdi. Və 1939-cu ildə 39-cu ilin avqust ayında məşhur Ribbentrop-Molotov paktı imzalandıqdan sonra, yəni Avropanın artıq bölünməsi prosesi reallaşmağa başlayandan sonra Rəsulzadə Almaniyada yaşamaq məcburiyyətində qalır. Almaniyada olduğu dövrdə artıq 2-ci Dünya müharibəsinin başlaması və bir qədər sonra isə SSR-i Almaniya müharibəsinin başlaması nəticəsində Rəsulzadə Almaniya dövləti ilə danışıqlara başlayır. Və bu danışıqlarında bütün mövzusunu Azərbaycanın müstəqilliyi məsələsi təşkil edirdi. Qeyd etmək istəyirəm ki, Hitler neyin komitə deyərək, yəni mən heç bir komitə istəmirəm deyərək, yalnız komisyonlar səviyyəsində mühacirlərin fəaliyyət göstərməsinə icazə vermişdi. O dövrdə Hitlerin irəli sürdüyü irq nəzəriyyəsi Azərbaycanlılar üçün də çox ciddi problemə çevrildi. Yəni, mədəniyyət yaradanlar, mədəniyyət daşıyanlar və mədəniyyət dağıdanlar deyə ali irq nəzəriyyəsini irəli sürən Hitler Azərbaycanlıların, türklərin də kütləvi şəkildə qırılmasına səbəb olan öz fikrini, ideyasını irəli sürürdü və Azərbaycanlıları da aşağı irqin nümayəndələri kimi təqdim edirdi. Odur ki, 1941-ci ildə çoxlu sayda Azərbaycanlılar məhz bu Untermaş ideyasını, yəni aşağı düşük insan ideyasının qurbanına çevrilib çoxlu sayda vətəndaşımız o dövrdə həlak oldu. Məhz bu qırğının həm də qarşısını almaq üçün Məhəmməd Əmin Rəsulzadə Almaniya dövləti ilə danışıqlar aparırdı. Türkiyədən gələn generallar, General Ərkələt Paşa və Nuru Paşa ilə birlikdə Almaniyanın Şərq Nazirliyi ilə, Alfred Rosenberglə və onun Qafqaz şöbəsinin müdürü Fon Mende ilə ciddi danışıqlar öz bəhrəsini verdi. Bir qədər sonra artıq nasist Almaniyanın Azərbaycanlılara münasibəti dəyişdi. Onların qəzet açmasına, jurnallar çap etməsinə və onlara müəyyən hüquqlar verilməsinə artıq bu danışıqlar ciddi şəkildə təsir göstərməyə başladı. Lakin Rəsulzadənin Hitler Almaniyası ilə danışıqları baş tutmadı, alınmadı. Çünki Rəsulzadə başa düşürdü ki, Almanlar heç cür Azərbaycanın müstəqilliyini qəbul etməyəcəklər. 1943-cü ilin avqust ayının 5-də Rəsulzadə bir memorandum imzalayıb Almaniyanı tərk etdi. Həmin memorandumda göstərirdi ki, Azərbaycanlılar heç bir zaman öz azadlığı uğrunda mücadilə aparan polyaklara, rumunlara, çexlərə, yugoslavlara və digər xalqlara qarşı mübarizə aparmayacaqlar. Bu isə Hitlerin xoşuna gəlmədi və Rəsulzadəni Almaniyadan uzaqlaşdırmaq təklifini irəli sürdü və tezliklə Rəsulzadə Almaniyadan çıxıb getdi və onun növbəti yaşadığı məkan Rumıniya dövləti oldu. Burada Türkiyənin Rumuniyadakı səfiri Həmdullah Sübhü Tanrıövərin yanında yaşamağa başladı və eyni zamanda fəaliyyət göstərməyə başladı. Rəsulzadənin apardığı Almaniyadakı siyasət öz bəhrəsini verdi. 1943-cü ilin noyabr ayında Berlin şəhərində Azərbaycan legionerləri Azərbaycanın görkəmli hərbiçisi və siyasi xadimi Fətəlibəyli Düdəngilskinin başçılığı və təşkilatçılığı altında Milli Azərbaycan qurultayını keçirdilər. Milli Azərbaycan qurultayı bu şüarı irəli sürmüşdü. Biz yalnız və yalnız istiqlalımız üçün mübarizə aparırıq. Qeyd etmək istəyirəm ki, 1945-ci ilin mart ayında Almaniya dövləti Azərbaycanın müstəqilliyini artıq tanımaq məcburiyyətində qaldı. Təbii ki, müharibənin sonunda bu tanımağın o qədər də böyük əhəmiyyəti olmadı. Amma hər halda bu istiqamətdə çox ciddi bir mübarizə aparıldı. Qeyd etmək istəyirəm ki, 1945-ci ildə 2-ci Dünya müharibəsi bitdikdən sonra artıq Churchillin, İngiltərənin böyük dövlət xadimi Churchillin Amerikanın Fulton şəhərindəki məşhur çıxışından sonra, yəni
soyuq müharibənin başlamasını irəli sürdükdən sonra Məhəmməd Əmin Rəsulzadə də Qərb dövlətləri ilə ciddi təmasa girdi. Əvvəlcə 1947-ci ilin sonlarında Türkiyəyə qayıtdı, Türkiyədə məskunlaşdı və 1949-cu ilin fevral ayında özünün ilk təşkilatını Azərbaycan Kültür Dərnəyini yaratdı. 1952-ci ilin aprelində isə Azərbaycan jurnalını nəşr etməklə yenidən Azərbaycanlıları bir təşkilat ətrafında birləşdirdi. Bu dövrdə Rəsulzadə Amerika dövlətinin təmsilçilərlə görüşür, əlaqə saxlayır, həm də Türkiyədə Azərbaycanın tarixini, mədəniyyətini təbliğ edirdi. Bununla əlaqədar olaraq Rəsulzadənin Bolşevizmə qarşı mücadilə komitəsi kimi yaradılan bir təşkilatla ciddi şəkildə əlaqə qurması və burada şovinist Rusların təmsilçisi olan Kerenskiyə qarşı mübarizə aparması və Kerenskinin bölünməz Rusiya ideyasına qarşı çıxış etməsi çox mühüm bir mücadilə səhifələridir ki, bunları ciddi şəkildə biz öyrənməliyik. Qeyd etmək istəyirəm ki, Kerenski hər vasitə ilə Rusiyanın bölünməzliyi ideyasını irəli sürürdü. Lakin Rəsulzadə Rusiyanın bölünməzliyi ideyasına qarşı çıxış edirdi və göstərirdi ki, biz müstəqil bir dövlət olmuşuq və bir müstəqil dövlət olaraq da yaşayacağıq. Və təbiidir ki, bu qüvvələrin bir araya gəlməsində Amerika Birləşmiş Ştatları, Qərb dövlətləri maraqlı idilər. Amma hər şeydən öncə Rəsulzadənin bu ideyasını da dəstəkləmək və hardasa ona önəm vermək məcburiyyətində qaldılar. Bu illərdə Almaniyada, Wiesbaden şəhərində, Füssen şəhərində, Stuttgart şəhərində keçirilən konferanslarda məhz Rəsulzadənin bu ideyası xüsusi olaraq diqqət qarşısında saxlanılırdı. Yəni, bu xalqların müstəqil yaşamaq haqqının qorunması və ona sayğı ilə yanaşılması. Rəsulzadə çox çətin və mürəkkəb bir mübarizə aparırdı. Bu dövrdə Rəsulzadənin apardığı mübarizədə həm də bir məqamı qeyd etməliyik. Azərbaycanın tarixini, mədəniyyətini yaşatması, bu istiqamətdə çoxlu dəyərli kitablar yazması, böyük Azərbaycan şairi Nizami kimi bir dahi bir əsəri yazıb ortalığa qoymasını biz xüsusi olaraq qeyd etməliyik. 1955-ci ilin mart ayında Rəsulzadə dünyasını dəyişdi və Ankaranın əsri məzarstanlığında torpağa tapşırıldı. Rəsulzadənin adı onu sevən bütün insanlar tərəfindən bu gün də sevilməkdədir və nə qədər ki Azərbaycan xalqı yaşayır, mövcuddur, Rəsulzadənin adını həmişə böyük sayğı ilə anacaqlar və yada salacaqlar. Burada Novxanı qəbirstanlığında mənim ulu babam uyuyur. Yəni, Məhəmməd Əmin Rəsulzadənin atası və mənim atam Məhəmməd Əmin Rəsulzadənin oğlu Azər Rəsulzadə. Bu qəbirlərin maraqlı bir tarixi var. Yəni 20-ci il işğalından sonra, 1920-ci il işğalından sonra cəmaət qorxu hissəsinə qapanmışdı və hətta 26-cı ildə rəhmətə gedəndən sonra Məhəmməd Əmin Rəsulzadənin atası, yəni onun qəbrini belə ziyarət eləməyə cəmaət qorxurdu. 37-ci ildə isə atamın ailəsi, yəni Məhəmməd Əmin ailəsi sürgün elədilər uzaq Qazaxstana sürgünə. Oradan ömrü boyu o ömrün axıracan sürgündə qaldı və orada vəfat elədi. Bu heykəl Azərbaycanda Məhəmməd Əmin Rəsulzadənin xatirəsinə qoyulmuş ilk abidədir. Təxminən 20 ilə yaxındır ki, hər ildə 2 dəfə, yanvarın 31-də Rəsulzadənin doğum günündə, bir də mayın 28-də Azərbaycanın İstiqlal Bayramı günündə Rəsulzadə sevər insanlar buraya yığışırlar, böyük öndərə olan sayğılarını bildirirlər və ən əsası odur ki, hamı ürəkdən Azərbaycanın dövlət himnini oxuyub ona böyük sayğılarını bildirirlər. Burada Rəsulzadənin fəaliyyəti ilə bağlı, onun Azərbaycan istiqlalı uğrunda apardığı mübarizə ilə bağlı çox xoş məramlı sözlər deyilir və Rəsulzadənin xidmətləri haqqında hamı böyük fərəh hissi ilə danışır və məlumatlar verirlər. 1953-cü ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradılmasının 35 illiyi münasibəti ilə Məhəmməd Əmin Rəsulzadə Amerikanın Səsi radiosunda çıxış etdi və Azərbaycan xalqına müraciət etdi. Həmin müraciətin səs yazısı və valı bugün də bizim tərəfimizdən saxlanılmaqda və qorunmaqdadır.
İstiklal elanı üzerine kurulan Milli Azerbaycan hükümeti az zamanda memlekette çok büyük işler gördü. 100 yıldan beri askerlikten men edilen Azerbaycan'da bir ordu yarattı. Halkı öz ana dilinde okutmaya başladı. Türkçeni devletin resmi dili ilan etti. Orta ve âli mektepler açtı. Gərbi Avrupa demokrasiyaları tipində xalq nümayəndələrlə cavabdeh bir hükümet usulü idarəsi yarattı. Parlamentdən etimad almadıkça heç bir hükümet iş başında qala bilməzdi. Memlekette tam bir azadlık vardı.